Salam, dəyərli izləyicilər. Bugün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bir mövzu ilə qarşınızdayıq. 3 aprel 2026-cı il tarixində Azərbaycanın əməkdar artisti Elnarə Abdullayeva ilə bağlı yayılan xəbərlər gündəmin diqqət mərkəzinə çevrilib. Məlumata görə sənətçi polis bölməsində olub və baş verən hadisə ilə bağlı öz açıqlama verib. Məsələ isə Elnarə Abdullayevanın televiziya efirində səsləndirdiyi fikirlərlə bağlıdır. Onun qadınların sosial şəbəkələrdə, xüsusilə də hekayə bölməsində şəkillər paylaşması barədə dediyi sözlər birmənalı qarşılanmayıb və cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Əməkdar artist efirdə çıxışı zamanı bildirib ki, bəzi hallarda sosial şəbəkələrdə paylaşılan şəkillər ailə münasibətlərində narazılıqlara və hətta ayrılıqlara səbəb ola bilər. O fikrini belə izah edib. Bacım mənə bir şəkil göstərdi. Başı bağlı bir xanım sosial şəbəkədə fərqli şəkillər paylaşmışdı. Mən düşünürəm ki, tutaq ki, Günel xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım bunu qəbul etməzdim. Sən xanımsan, TikTokda nə işin var? Bu fikirlər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər sənətçinin fikirlərini dəstəkləsə də, digərləri onun sözlərini sərt şəkildə tənqid edib. Hətta bəzi hallarda Elnarə Abdullayeva sosial şəbəkələrdə təhqirlərə də məruz qalıb. Məsələ ilə bağlı sənətçi açıqlama verərək bildirib ki, onun dediyi sözlər yanlış anlaşılıb. O qeyd edib ki, heç vaxt konkret olaraq kiminsə şəkil paylaşmasını qadağan etmədiyini və ümumi tendensiyadan danışdığını vurğulayıb. Elnarə Abdullayeva Global Info saytına açıqlamasında bildirib ki, hazırda onu sosial şəbəkələrdə təhqir edən bir qadınla bağlı polisə müraciət edib və bununla bağlı 29-cu polis bölməsinə rəsmi şikayət ərizəsi yazıb. Sənətçi açıqlamasında deyib. Orada deməmişəm ki, konkret olaraq heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişdik ki, indiki zamanda insanlar çox tez ayrılır. Mən də demişdim ki, ayrılmaların səbəblərindən biri sosial şəbəkələr ola bilər. Çünki biri şəkil paylaşır, digəri bundan narazı qalır. Söhbət ümumi tendensiyadan gedirdi, konkret bir şəxsdən yox. O həmçinin əlavə edib ki, başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir məsələsi tamamilə fərdi və ailə daxili mövzudur və bunun başqa insanlara aidiyyəti yoxdur. Əməkdar artist bildirib ki, sosial şəbəkələrdə onu təhqir edən şəxslə bağlı hüquqi tədbirlər görüləcək. Dövlətimiz var, qanunlarımız var. Fərdi olaraq mənim ixtiyarım çatırmı ki, başqasının şəklini və ya videosunu paylaşım və onu təhqir edim? Əlbəttə ki, yox. Məni təhqir edən həmin qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək, mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcəklər. Elnarə Abdullayeva vurğulayıb ki, o heç kimi təhqir etməyib və əksinə təhqirə məruz qalan tərəf məhz özü olub. Hazırda məsələ sosial şəbəkələrdə geniş müzakirə olunmağa davam edir və cəmiyyət iki yerə bölünüb. Bəziləri sənətçinin fikirlərini dəstəkləyir, digərləri isə onun sözlərini tənqid edib.